Bir dövlət var. Hər yerdə kameralar. Hər yerdə ekranlar. Hər kəs izlənir. Bu sistemin bir simvolu var. Böyük qardaş. Hamını izləyən, amma heç kimin görmədiyi lider. Ən qorxulu tərəfi isə kameralar deyil. Dilin dəyişdirilməsidir. Hakimiyyət sözlərin mənasını dəyişir. Müharibə sülhdür. Azadlıq köləlikdir. Cahillik gücdür. Çünki insanın düşüncəsini idarə etməyin ən asan yolu onun istifadə etdiyi sözləri dəyişməkdir. Bir həqiqət nazirliyi var. Onların işi nədir? Tarixi dəyişmək. Dünən deyilən söz bugün silinir. Qəzetlər yenidən yazılır. Səhvlər yox edilir və bir müddət sonra insanlar artıq nə baş verdiyini xatırlamır. Çünki yaddaşı olmayan cəmiyyət etiraz edə bilməz. Bəlkə də bu kitabın ən vacib sualı budur. İnsan azadlığını itirəndə bunu dərhal anlayırmı? Yoxsa hər şey yavaş-yavaş dəyişir və insanlar bir gün oyananda artıq çox gecə olur. Bəlkə də 1984 gələcək haqqında yazılmamışdı. Bəlkə də o kitab insanların hər dövrdə eyni səhvləri etdiyini göstərmək üçün yazılmışdı.